Bir sıra yollar düz 2 gün bağlı olacaq. Bakıda aparılan təmir işləri ilə əlaqədar bəzi küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə qismən və ya tam məhdudiyyət tətbiq ediləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə xarici dairəvi avtomobil yolunun yan yolu Şamaxı istiqamətində Fərman Salmanov küçəsindən Əsəd Əhmədov küçəsinə qədər 1 avqust səhər saat 6-dan 3 avqust saat 6-ya yol tam bağlanacaq. Şeyx Şamil küçəsi, Seyidbəyli küçəsindən İstiqlaliyyət küçəsinə qədər və Lermontov küçəsi, Bünyad Sərdarov küçəsindən Şeyx Şamil küçəsinə qədər 1 avqust 3 avqust tarixləri arasında yollar tam bağlanacaq. Mikail Müşfiq küçəsi, Mətbuat prospektindən Parlament prospektinə qədər 31 iyul saat 20:00-dan 3 avqust səhər saat 6-ya hərəkət qismən məhdudlaşdırılacaq. Şıxəli Qurbanov küçəsi Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər 31 iyul saat 20:00-dan 3 avqust səhər saat 6-ya yol tam bağlanacaq. Sürücülərdən qeyd olunan müddətdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və təmir aparılan ərazilərdə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.